Hə, müəllim yoldaşlar, başlayaq indi. Deməli, mən indicə sizə izah elədim ki, yazı nə deməkdir? Writing, yəni məzmun xəttlərindən biri olan dördüncü məzmun xəttidir və bütün digər məzmun xəttlərin içərisində həm ən əhəmiyyətlisi, həm də ən çətini hesab olunan writing özünü yazılı şəkildə ifadə etmək deməkdir. To express oneself in written form. Yəni özünü, öz fikirlərini, ideyalarını, iradlarını, təkliflərini, ümumiyyətlə bir insanın özünü yazılı şəkildə ifadə etməsi deməkdir. Və bu yazı tipləri içərisində müxtəlif yazılar var. Məsələn, yazı deyəndə nəyi biz yaza bilərik? Adicə bir söz yaza bilərik, söz birləşməsi yaza bilərik, cümlə yaza bilərik, bir şeir, bir roman yaza bilərik və bunların hamısının da özünün yazı tipi var. Məsələn, biz əgər application form yazırıqsa, yəni bir ərizə forması yazırıqsa, Azərbaycan dilində də bu yazı üslubları fərqlidir. Məsələn, biz ərizə yazdığımız kimi e-mail yazmırıq, yaxud e-mail yazdığımız kimi paraqraf yazmırıq. Paraqrafın da esseyə həm oxşar, həm də fərqli xüsusiyyətləri var. İndi öyrəndiyimiz, bax burada yuxarıda görürsünüz, paraqrafdır və effect cause paraqrafdır. Ümumiyyətlə, paraqraf nə deməkdir? Hər hansı bir informasiya vermək istəyirsən və həmin informasiyanı paraqraf şəklində verə bilərik, esse şəklində də verə bilərik. İnformasiya dedikdə, məsələn, tutaq ki, bir hadisə haqqında, bir isim haqqında, bir insan haqqında, bir meyvə haqqında, hər hansı bir mövzuda bir paraqraf yazmaq istəyiriksə, bu paraqrafı istədiyimiz kimi yaza bilmərik. Bunun özünün qaydaları var və 3 hissədən ibarət olur. Birincisi 8-10 cümlə olur paraqraf və bu paraqrafda 3 hissəyə bölünür. Bütün cümlələr və 3 hissənin üçü də eyni bir mövzuya aid olmalıdır. Məsələn, tutaq ki, biz hər hansı bir şagirdimizin uğuru haqqında yazmaq istəyiriksə, bir paraqraf yazmaq istəyiriksə, 8-10 cümlədən ibarət bir informasiya vermək istəyiriksə oxucuya, onu paraqraf şəklində yazarkən ilk cümləmizdən başlamış axırıncı cümləyə qədər məhz eyni mövzuda olmalıdır. Yəni, həmin şagird haqqında yazmalıyıq. Və yaxud da tutaq ki, hər hansı bir meyvə haqqında bir paraqraf yazmaq istəyirik. Məsələn, mandarin haqqında, məsələn, alma haqqında, onun faydaları haqqında. Məsələn, ola bilər ki, hansısa insanların ondan istifadə eləməsi zərərlidir, filan, nə isə də bunun haqqında bir informasiya veririk. Bu informasiyanı verərkən, paraqraf şəklində verərkən mütləq şəkildə 3 hissədən ibarət olmalıdır. Birincidə bir topic sentensimiz olur, sonra supporting sentencelər olur, body sentence və nəhayət bütün bu dediklərimizi ümumiləşdirib conclusion sentence, yəni Azərbaycan dilində desək, giriş hissə, əsas hissə və bir də deməli, giriş hissə, əsas hissə və nəticəmiz olur. Bəli, nəticəmiz olur. Eynən Azərbaycan dilində olduğu kimi. Və bu giriş hissədə siz elə bir cümlə işlətməlisiniz ki, bu cümləni oxuyan yazıcı dərhal başa düşməli, daha doğrusu oxucu dərhal başa düşməlidir ki, həmin bu paraqrafda hansı mövzudan danışılacaq. Ona görə də elə bunun adı da buradan gəlir. Baxın, topik. Topik nədir? Topik mövzu deməkdir. Deməli, artıq məzmun nə haqda oxuyacağımız o topik sentensdən məlum olmalıdır. Və bu topik sentensdə biz, məsələn, tutaq ki, bir meyvə haqqında danışmaq istəyiriksə, açıq-aşkar biz deyə bilmərik ki, hə, indi mən sizə bir tropik meyvə, çox qeyri-adi bir meyvə haqqında danışacağam. Belə demək olmaz. Bu yanlış seçilmiş girişdir. Burada biz onun haqqında danışırıq. Oxuyucu başa düşməlidir ki, nədən danışacağam, amma bunu aşkar-aşkar demək olmaz. Məsələn, deyə bilərik ki, mandarin tropik bir meyvədir. Və o dəqiqə oxucu başa düşür ki, burada söhbət mandarindən gedir. Və yaxud da keçən il məktəbimizə yeni bir direktor təyin edildi. Və o dəqiqə başa düşəcəksiniz ki, mən məktəbimizə təyin olmuş yeni direktordan danışacağam. Və sonra isə deməli bu oldu topik sentez. Topik sentez adətən bir cümlə olur. Cümlənin əvvəlində olur, paraqrafın əvvəlində olur. Birinci cümlə məhz bu topik cümləsidir. Və burada yazılan bu bir cümlə artıq məzmun haqqında tam məlumat verir.
Və sonra artıq gəlir supporting sentences. Yəni burada bütün cümlələr həmin o birinci topic sentencedə verdiyimiz, işarə elədiyimiz adam haqqında, meyvə haqqında, yəni nədən danışacağıqsa, əlavə detallı faktlarla və yaxud da məsələn müqayisəli şəkildə verə bilərsiniz. Məsələn, bəzi adamlar deyirlər ki, bu müəllimə o qədər də humanist deyildi və yaxud da amma mən belə hesab eləyirəm ki, onun gördüyü işlər bizim təhsilimizə az da olsa töhfə verib. Ona görə də onun bəzən əsəbi davranmaqla və nəyə isə göz yuma bilərdik və yaxud da başa düşə bilərdik. Yəni müqayisəli şəkildə burada da 3-5 cümlə olur. Yəni burada həm tutaq ki, başqasının dediyini deyərsiniz və öz münasibətinizi bildirərsiniz. Yəni müqayisəli şəkildə verə bilərsiniz və yaxud da onun haqqında faktlarla harda oxuyub, hansı uğurları var, bu vaxta qədər bizə gəlməmişdən əvvəl harda işləyib. Yəni elə bir təsvir edirsən ki, onun haqqında o detalla yaxşı, gözəl məlumat verirsən. Və nəhayət sonda da conclusion, bu dediklərinə bir ümumiləşdirərək bir cümlə ilə, bu conclusion sentencedə adətən bir və yaxud da 2 cümlədən ibarət olur və burada da topic sentencedə nə demişdinsə, həmin onu təkrar edirsən, amma tamam fərqli. Yəni eyni cümləni bir nəticə cümləsi kimi, conclusion sentence kimi istifadə etmək olmaz. Məsələn, keçən il bizim məktəbimizə təyin olunan müəllim həqiqətən də bizim məktəbimiz üçün çox iş görmüşdü. Bax, belə bununla da paragrafımızı tamamlaya bilərik. Və indi mən dediklərim ümumiyyətlə paraqraf nə idi? Onun haqqında məlumat verdim və onun da növləri var. Məsələn, biz keçən dərslərimizdə descriptive, yəni təsvir edici paraqraf keçmişdik. Dedik ki, bu təsvir edici paraqraf elə bir paraqrafdır ki, burada sanki sözlərlə şəkil çəkirsən. Məsələn, orada bir Zülfiyə müəllimə haqqında biz paraqraf oxumuşduq. O Zülfiyə müəllimin haqqında hər şeyi demişdi. Yəni sözlərlə elə təsvir eləmişdi ki, biz sanki o müəlliməni görər kimi olmuşduq. Bugünkü dərsimizdə isə cause effect. Yəni bu cause effect paraqraf nə deməkdir? Burada ya hadisənin səbəbi ya da nəticəsi haqqında danışılır. İndi artıq bu ekranda siz bunu görürsünüz. İndi gəlin bir-bir baxaq görək. Cause effect, yəni səbəb-nəticə paraqrafı düzgün necə yazılmalıdır? Hansı hissələrdən ibarət olmalıdır? Burada nədən istifadə etmək lazımdır? Bir də yadımdan çıxmasın. Əsas belə burada demək lazımdır ki, cümlə zərfləri var. First, then, second, suddenly, finally, plus, bu kimi cümlə zərflərindən də istifadə edə bilərik. Buna həm cümlə zərfləri, həm də sentence connectorlar deyirlər. Yəni cümlə əlaqələndirici sözləri və yaxud da cümlə zərfləri ki, bunlar da həm nitqi güzəlləşdirmək, həm hadisələrin hansı ardıcılıqla baş verdiyini göstərmək üçün, həm də cümlələri bir-biri ilə əlaqələndirmək üçün istifadə edilir. İndi baxaq. Purpose. İndi dedik ki, burada ola bilir ya cause, səbəb, ya da nəticə. İndi məqsəd, burada bu paraqrafın yazılmasında məqsəd nədir? A cause effect paragraph shows one of two purposes. 2 məqsədlə işlədilir. Either it shows the effect or a thing or event, or it explains the causes of a thing or event. Bax, bayaqlarım dediyim kimi, iki halda cause effect paragrafdan istifadə edirik. Ya hər hansı bir hadisə, ya hər hansı bir isim, hər hansı bir insan haqqında, baş verən hadisə haqqında, hadisənin səbəbi və yaxud da nəticəsi haqqında nəticəsi izah edilir. Və əsas xüsusiyyətləri nədir? The most common cause effect paragraphs follow one of two patterns below. Və 2 nümunədə bu paraqraf olur. Reasons, səbəblər, burada səbəbləri hansısa bir hadisənin, bir hərəkətin səbəbləri, results və yaxud da nəticələri, həmin o hərəkətin və yaxud da hadisənin nəticələri təsvir edilir.
Və indi burada bizə bir qeyd verir. Make sure that the topic you choose has a cause-effect relationship. Və əgər bir mövzu seçirsənsə, həqiqətən də burada səbəb-nəticə əlaqəsinin olmasına biz fikir verməliyik ki, həqiqətən də burada deməli səbəb-nəticə əlaqəsi var. İndi bizim bir dənə paragrafımız var. O paragrafı gəlin müəllimlər bir yerdə oxuyaq. Kəmilə xanım, zəhmət olmasa başlayın. Digər müəllimlər də sizə qoşular. Buyurun. The victory in the Second Qarabağ War will have two main positive effects. İkinci Qarabağ müharibəsinin qələbəsi iki əsas pozitiv effekti ola bilər. Müsbət nəticələri var. Olacaq daha doğrusu, will have. Olacaq. One significant effect will be the return of the Azerbaijanis to their historical territories. Həmin əsas effektlərdən biri Azərbaycanlıların mühüm nəticələrdən biri Azərbaycanlıların öz tarixi yerlərinə qayıtmalarıdır. The Azerbaijani government is planning to resettle thousands of Azerbaijanis in their homes within a short period of time. Azərbaycan hökuməti minlərlə Azərbaycanlı vətəndaşların özlərinin yerlərində yenidən məskunlaşdırmaq haqqında planlaşdırırlar qısa müddət ərzində. Therefore, they are building new settlements in the liberated territories. Onlar, therefore müəllim nə tərcümə edirdim? Ona görə də. Ona görə də onlar həmin azad olunmuş ərazilərdə yaşayış məskənləri salırlar. Another positive effect of winning the war will be the development of economic relations. Və digər effektiv nəticələrindən biri qələbənin digər effektiv nəticələrindən biri də effekt elə nəticədir. Müsbət nəticələrindən biri. Müsbət nəticələrindən biri də iqtisadiyyatın inkişafıdır. Bəli, təşəkkür edirəm müəllimə. İndi hamımız oxuyaq bunu tərcümə edək birlikdə. İndi Gülnar xanım davam eləyər, zəhmət olmasa. Sonra siz orada bu paragrafdakı izah edərsiniz də ki, hansı topic sentensdir, hansı burada faktlar, bəli. Buyurun Gülnar xanım, zəhmət olmasa davam eləyin. Yahyayeva. Since 20 faiz necə deyilir? Percent. Üzr istəyirəm, faiz necə deyilir? Percent. Percent, yes. Since 20% of the territory of the Republic of Azerbaijan was under occupation. Azərbaycan Respublikasının 20% işğal altında idi. Azerbaijan was separated from Naxçıvan and people could only get there by plane. Azərbaycan Naxçıvanla bölünürdü və insanlar yalnız təyyarə ilə gedib gələ bilirdilər. Gülnar xanım, üzr istəyirəm. Bu cümlə necə bir cümlədir? Məsələn, əgər mürəkkəbdirsə, mürəkkəb cümlənin hansı növüdür? Gülnar xanım, bağlayıcıya baxın. Bağlayıcıya baxın. Dərsdə olmuşsunuz? Yox, mənim. Hansı cümlədir? Kəmilə xanım, siz xahiş edirəm, mikrofonu bağlayın. Yox, bağlayın mikrofonu. Gülnar xanım, buyurun. Necə bir cümlədir bu cümlə? Mürəkkəb cümlədir, müəllimə. Mürəkkəb cümlədir. Hansı növüdür? Hansı növüdür Gülnar xanım? Siz dərsdə əvvəldən iştirak eləməmisiniz? Yox, müəllimə, iştirak etməmişəm. Görürsünüz, nə qədər necə deyim, əhəmiyyətli bir şeydir bu. Lamiyə xanım, zəhmət olmasa deyərdiniz bu cümlə. Since 20% of the territory of the Republic of Azerbaijan was under occupation. Bax, bu cümlə mürəkkəb cümlənin hansı növüdür? Buyurun, Lamiyə xanım. Since var da burada bəri. Sinsə görə tabesizlik bağlayıcıdır. Lamiyə xanım, siz
Dərsdə lap əvvəldən iştirak eləmisiniz, birinci dərslərdən. Lap Dərsdə əvvəldən. iştirak eləmişəm, amma bağlayıcı mövzusu nəsə yadıma gəlmir. Lamiyə xanım, diqqətsiz olmusunuz əzizim. Məcburam ki, bunu bir də izah eləyim. Daha kim izah eləyər? Daha kim izah eləyər? Səbilə xanım, buradasınız? Mən sizə demişdim ki, bağlayıcılar da ümumiyyətlə ingilis dilində, xahiş edirəm, unutmayın ki, homonimlik çoxdur. Və bu since də, siz bayaqlarım kimsə dedi ki, bu since bəri deməkdir. Doğrudur. Əgər zaman budaq cümləsindədirsə, onda bu zaman bildirən bağlayıcıdır. Amma bu zaman budaq cümləsi deyil. Bu cümlə səbəb budaq cümləsidir və biz bunu yenicə keçmişik. Biz bunu since as-lə, because-la da əvəz edə bilərik. Yəni, Azərbaycan Respublikasının 20% ərazisi occupation, nədir occupation? İşğal altında olduğuna görə Azərbaycan Naxçıvandan ayrılmışdı və insanlar ora ancaq təyyarə vasitəsilə gedə bilirdilər. İndi baxın, burada since bir bağlayıcıdır. Ondan sonra gələn, bax bu vergülə qədər olan hissə budaq cümlədir və baş cümlə budur. Azərbaycan Naxçıvandan ayrılmışdı. Niyə? Bunun səbəbi nə idi? Ona görə ki, onun 20%, Azərbaycan Respublikasının 20% işğal altında idi. Mən sizə yenə də deyirəm, since əgər zaman budaq cümləsində zaman bildirən bağlayıcısıdırsa, əzlə əvəz olunur, while-la əvəz olunur, ərzində, müddətində kimi gedir, bəri kimi gedir, həm də prepositiondur. Əgər bağlayıcıdırsa, özündən sonra mübtadəsi, xəbəri olan cümlə gəlir. Yox, əgər preposition, yəni söz önüdürsə, sadəcə olaraq ismi birləşmə gəlir. Və burada bağlayıcıdır, amma tabelik bağlayıcısıdır. Tabesizlik bağlayıcısı buna demək çox kobud səhvdir. Çünki fənd boyslar, siz bunu bilirsiniz də, o bağlayıcılar for, and, yet, so, or, bax bu zen, bu bağlayıcılardan başqa digər bağlayıcılar, yəni fənd boyslara daxil deyilsə, bunların hamısı tabelik bağlayıcılarıdır. Və bu da tabelik bağlayıcısıdır, səbəb budaq cümləsidir. Bunu necə daha da əmin ola bilərəm? Since-in əvəzinə as deyərəm, yaxud because deyərəm. Bunların hər üçü səbəb budaq cümləsini baş cümləyə bağlayan bağlayıcılardır. Xahiş edirəm, diqqətli olun, öyrənin və unutmayın. Davam edin, digər Gülnar xanım. Celebration, bax burada qalmışıq. Digər Gülnar xanım, tərtərli. Celebration of the occupied territories were definitely the liberation of the occupied. This will definitely affected the transportation system. Transportation nəqliyyat deməkdir Gülnar xanım. Transportation system, and it means that the railway and highways will start operating. Will be much easier to connect with Naxçıvan and Turkey. Demək ki, işğalda olan ərazinin mütləq nəqliyyat sisteminə də təsiri olacaq. Azad olunan da, occupation azad olunan ərazilərin nəqliyyat sisteminə də təsiri olacaq və o railway vagon yoluydu. Dəmir yolları. Hə, dəmir, onun Highway, şose yollardır, railway də dəmir yollardır. Dəmir yolları və şose yollarında əməliyyatlar aparılacaq. Hərəkətə başlayacaq, hərəkətə və Naxçıvanla və yaxud da Türkiyə ilə əlaqə saxlamaq asanlaşacaq. Müəllimə, bircə dəqiqə üzr istəyirəm. Bu cümlənin, baxın, görürsünüz, kifayət qədər uzun cümlədir və bu cümlənin zəhmət olmasa deyərdiniz, mübtadəsi nədir? The occupied territories deyil. Hayır. The liberation. Ona görə mən bunu sizdən tapmağa xahiş etdim ki, Axşamınız xeyir olsun, xoş gəldiniz Leyla xanım. Əgər mübtadəni düzgün təyin eləmirsənsə, tərcüməndə mütləq bir əskiklik olacaq. Və burada demək lazımdır ki, əşğal olmuş ərazilərin azad edilməsi. Bax, sizin mübtadəniz budur. Azad edilməsi
Və burada affekt dediniz. Affektlə effektin fərqi nədir Gülnar xanım? Effekt təsirdir, yoxsa affekt təsirdir hansı? Affekt təsirdir, effekt isə nəticədir. Və deyir ki, mütləq şəkildə nəqliyyat sisteminə də təsir edəcək. Və bu o da deməkdir ki, həm dəmir yolları, həm də şose yolları başlayacaq, hərəkətə başlayacaq və Naxçıvan və Türkiyə ilə əlaqə yaxşılaşacaq. Qrammatikaya fikir verin. Mübtədə xəbərə xüsusən hər dərs mən sizə yorulmayacağam deməyə, amma onu bir dəfəlik yadınızda saxlayın ki, cümlənin tərcüməsi mübtədədən başlayır. Mübtədə xəbəri təyin edəndən sonra cümlənin növünü və bağlayıcılara fikir verin. Davam edin. To sum up. To sum up, Azerbaycan victory will definitely Azərbaycanis. positive results. Azerbaijan's victory will be definitely bring positive results to the country. Result to the country. Bəli. Buradanın qələbəsi, sum up nə gedir burada? Ay, To sağ sum ol. Elə mən onu sizdən soruşacaqdım. Sum up finally. As a result. Sonra at the Nəticədə. end. Bəli, eventually. Bütün bunlar hamısı, bax, bu cümlə zərfidir. Əgər cümlənin əvvəlində gəlib vergüllə ayrılırsa, onda buna ya sentence connector və yaxud da sentence adverbs deyirlər. Və bunların da nə deməkdir? Görürsünüz, bax, digər cümlənin mənası ilə, bax, bu Azərbaycan victory, bax, bu cür başlayan, yəni axırıncı cümləni bir-biri ilə gözəl şəkildə əlaqələndirir. Həm danışanın nitqi gözəlləşir, həm oxuyan başa düşür ki, hadisələr hansı ardıcılıqla baş verir. Və buna siz yadınızda saxlayın ki, əksər hallarda cümlənin əvvəlində gəlir və vergüllə ayrılır. Doğrudur. Məsələn, ortasında da nadir hallarda gələ bilir. Cümlənin sonunda da gələ bilir. Amma əsasən cümlənin əvvəlində gəlib vergüllə ayrılırsa, yadınızda saxlayın ki, bunlar cümlə əlaqələndirici sözlər və yaxud da cümlə zərfləridir. Təşəkkür edirəm. İndi gəlin baxaq görək. Bu cümlədə, yəni paragraf gördünüz, elə birinci cümlədə deyir positive effects. Əgər bu cümlə, birinci cümlə topic sentence-dirsə, artıq biz buradan bilirik ki, başa düşürük ki, bu nədir? Kamilə xanım, buyurun, bayaq mən dərsi necə izah elədimsə, siz də topic sentence, supporting sentenceləri və conclusion sentence göstərin və deyin ki, bu cümlənin məqsədi budur. Buyurun. Bəli, müəllimə. Birinci cümlə ilə nə deyib? Topic sentence. Topic sentence-dir. Bəli, müəllimə. Topic sentence-ində məqsədi cümləyə giriş haqqında mənə giriş verməkdir. Bəli, paragrafın məzmunu verməkdir. Burada, bax, bu yazılıb da, positive effects. Açıq-aşkar görünür ki, bu kozdur yoxsa effektdir? Effektdir, bəli, müəllimə. Deməli, bu paragrafın adı nədir? Mən indi aşağı çəkim, bir də baxın. Deməli, burada nə dedik, nə öyrəndik? Öyrəndik ki, paragraf, cause effect paragraf ya səbəbdən danışır, ya nəticədən. Deməli, bu paragraf nədən danışdı? Nəticədən. Nəyin nəticəsindən Kamilə xanım? Müharibənin Qələbənin əhəmiyyətindən danışdı. Bəli, əhəmiyyətindən danışdı. Supporting sentencelər hansılardır? Supporting sentencelər müəllim, ortada verilənlər də one significant ikinci cümlədən bir saydı. Bax, biri budur. Bəli. Yəni onun effektini sadalayır da. Hansıydı? Hansıydı? Biri o ərazilərdə bəli, Azərbaycanlıların öz tarixi ərazilərinə qayıtmağı. Doğru. İkinci. Biri də iqtisadiyyatın inkişafı idi. İnkişafı. Bəli. Və conclusion sentence-də tapaq. To sum up, Azərbaycan's victory. Bəli. Bax, orada siz bu cür oxşar cümlə zərflərinə rast gələcəksiniz ki, finally, eventually, at the end, bax, belə buradakı kimi sum up, bax, bu cür cümlə zərflərini görəndə bilin ki, artıq bu cümlə conclusion, yəni nəticə cümləsidir. Gəlin, baxaq görək, topic sentence-lə bu sentensin arasında nə oxşarlıq var ki, deyir ki, topic sentence-lə conclusion sentence demək olar ki, həmən eynidir. Nədir burada eyni olan? Pardon, müəllim, əvvəlcə nəticəni elan edir, sonda da tamamlayır. Bəli, birinci dedi ki,
iki dənə əsas effekti var. Doğrudur? Effektlər var. Sonra effektlər Dedi. detalları Və ilə açıqlamasını verir, detallarını, sübutlarını verir. Sonra da sonda eyni o birinci cümləni tamamlayır. bəli, dedi ki, bunların həqiqətən də, bax burada da deyir ki, pozitiv effekt, müsbət təsir Bəli. olacaq. Axırda Doğrudan da da deyir ki, müsbət nəticələr gətirdi. Ölkədə bəli, müsbət nəticələr. eyni şeydir də, təsir, müsbət təsiri, müsbət nəticələri, bunların hamısı eyni məna verir. Sadəcə burada pozitiv effekt demişdi, burada pozitiv result deyir. Sinonimlərdən istifadə edirsən. Eyni mənadır, amma orada sinonimlərdən istifadə edirsən də, yəni eyni cümləni təkrar eləmək olmaz, amma məna eynidir. Mən elə gəlir ki, paragrafın nə olduğunu başa düşdük. Gəlin bir dəfə də müəllimlərə xahiş eləyim. Müəllim yoldaşlar, paraqraf nədir? Paraqraf neçə hissədən ibarət olmalıdır? Neçə cümlə olmalıdır? Və bugün öyrəndiyimiz, keçən dəfə təsvir edici paraqraf öyrənmişdik. İndi öyrəndiyimiz səbəb-nəticə paraqrafının nə olduğunu, necə yazıldığını, burada nədən, hansı informasiya verdiyini kimsə başa düşmədisə, xahiş edirəm, sualını verə bilər. Lap yaxşı. İndi gəlin baxaq görək, burada useful language var. İnşallah ki, nə vaxtsa bizim speaking dərslərimiz açılsa, onda mən sizdən xahiş edəcəm ki, bax bu useful language-dən istifadə edəsiniz. Ümumiyyətlə, hər bir müəllim mənlə gəlir ki, bilməlidir. One significant, important, positive, negative effect cause of is. Bax, belə bir yəni öz hansısa fikrinizi əsaslandırmaq istəyirsinizsə, onda belə bir hazır ifadələrdən istifadə edə bilərsiniz. Another effect cause of is a direct result of is. Bax, yəni danışanda bu ifadələrdən istifadə etməklə əgər hər hansı bir hadisədən, bir hərəkətdən, nədənsə danışmaq istəyirsinizsə, onda bu cür hazır ifadələrdən bir əhəmiyyətli məsələ, vacib əhəmiyyətli məsələ, müsbət tərəfi, mənfi tərəfi, səbəbi, bax bu kimi hazır ifadələrdən də istifadə etmək lazımdır və xahiş edirəm özünüz üçün bunları götürəsiniz. Başqa bir mətnimiz var. O mətnə keçməmişdən əvvəl gəlin baxaq görək, burada izah edilməli sözlərimiz var. Originate, öz mənşəyini götürmək, breed, cins, enthusiasm, həddindən artıq böyük həvəs, stalen, ayğır, well protected, yaxşı qorunmuş və envy, paxıllıq. Bir də deyirəm, əgər hansı müəllim yoldaş üçün bu yenidirsə, onda onu qeyd eləsin, xahiş edirəm. Originate, başlanğıcını, mənşəyini götürmək, breed, cins, enthusiasm, həvəs, stalen, ayğır, well protected, yaxşı qorunub saxlanmış, envy, paxıllıq. İndi gəlin əvvəlcə mətni davam eləyək. Hansı müəllimlər ki, iştirak eləməmişdi, xahiş edirəm onlar eləsin. Məsələn, Lamiyə xanım, siz elədiniz. Lamiyə xanım, buyurun, zəhmət olmasa. Hə, passion. Bir dəqiqə bunda izah eləyim Lamiyə xanım. Passion da güclü bir, yenə də bu hissdir, həvəsdir, yəni ehtiras deməkdir. Buyurun Lamiyə xanım. You are going to watch a documentary about Qarabağ horses. Sən Qarabağ atları haqqında sənədli filmə baxırsan. Baxacaqsan. Are going to will-in əvəzləyicisidir. Bəli. Baxacaqsan. Before that, read the text about the presenter and decide if the statement are true or false. Ondan əvvəl deməli mətni oxuyursan və prezentasiya eləyirsən, qərara gəlirsən ki, bu presenter təqdim eləyən, yəni bu filmi təqdim eləyən haqqında oxu, bunu oxu. Bu təqdim eləyən haqqında bəli, və qərara gəlirsən ki, bu doğrudur, yoxsa yanlışdır. Doğrudur, yoxsa səhvdir. Müəllimə, heç ona ehtiyac yox idi, amma oxudunuz. Təşəkkür edirəm. Mətni oxuyaq. Pauline Nachbauer has loved animals since her childhood. Pauline Nachbauer heyvanları, uşaqlıqdan heyvanları sevirdi. Dayanın bir dəqiqə, dayanın. Bax, bayaqlarım since haqqında danışdıq Lamiyə xanım. Buradakı since nə deməkdir? Bu necə bir cümlədir? Xahiş edirəm fikir verək. Ümumi mənanı bizlər verəcəyik.
Amma əsas bizə nə lazımdır? Hər bir cümləni mükəmməl şəkildə başa düşüb anlamaq və oradakı bağlayıcıları, söz önlərini tanımaq. Məqsədimiz budur. Bəli. Necə bir cümlədir bu cümlə Lamiyə xanım? Burada zaman tabeli mürəkkəb cümlədə zaman mənalıdır da, zaman Yaxşı bu qızım. da. Əgər bu mürəkkəb cümlədirsə, zəhmət olmasa mübtədəsini mübtədə 2 xəbərimiz olmalıdır. Zəhmət olmasa göstərin onları. Ay, yox, sadə cümlədir. Lamiyə xanım, əvvəlcə Məşğul düşünün, mübtədadır. sonra cavab verin. Baxın, bu cümlə sadə cümlədir, doğrudur. Sonra Sonra since since burada burada zaman nədir qızım? mənası. Since burada nədir? Since bəri, uşaqlıqdan bəri. Nitq səsi kimi nədir? Bəri. Zaman zərfidir. Ha. Zaman zərf müəllimə. Yox. Özündən sonra gələnə baxın. Zaman zərfi, zaman cümlənin axırında gəlir. Amma baxın, bu ismin əvvəlində gəlir. Əlbəttə ki, söz önü. Bəli, söz önü. Baxın, mən sizə dedim, axı. Mən dedim, amma siz bayaqlarımda demişdim o since haqqında danışanda. Hələ bir, necə deyim, bir 5 dəqiqə bundan qabaq. Baxın, əgər baxın, görün onun mövqeyinə. Bu amonimdir. Since burada söz önüdür. Çünki özündən sonra ismi birləşmə gəlir. Her childhood, uşaqlığından bəri. Və yenə də mənası bəridir. Amma burada bağlayıcı deyil. Bağlayıcı olmaqdan ötürü özündən sonra mübtədəsi xəbəri olan bir cümlə gəlməlidir. Yoxdur. Ona görə də burada ancaq söz önüdür, özündən sonra ismi birləşmə gəlib. Başa düşdünüzmü? Uşaqlığından bəri heyvanları sevib. Bəli. Siz baxdınız, çünki since bağlayıcı kimi əsasən bitmiş zamanlarda işlənir. Burada bitmiş zaman var. Amma since-dən sonra əgər cümlə gəlirsə, since bağlayıcıdır. Yox, birləşmə gəlirsə, onda bu söz önüdür. Davam edin. Fortunately. Geri gəlmişkən fortunately nədir? Xoşbəxtlikdən. Mənasını demirəm. Nədir orada? Hansı cümlə? Fortunately ədat kimidir də. Ədat. Ədat nə deməkdir qızım? Ədat cümlədə qüvvətləndirici söz kimi Sağ olun. Bəli, qüvvətləndirici, mənanı məhdudlaşdıran, qüvvətləndirən, inkarlıq bildirən, yəni bu ədat deyil. İndicə dedim, ay Lamiyə xanım, əgər cümlənin əvvəlində gəlib və vergüllə ayrılırsa, buna deyirlər cümlə zərfi. Və burada bu cümlə zərfinin məqsədi dediyi sözə münasibətini bildirir. Gəlin oxuyaq, bu cümlə zərfidir. Lamiyə xanım, əgər cümlənin əvvəlində gəlib, vergüllə ayrılırsa, buna nə deyirik? Vergüllə ayrılıbsa, bu da fortunately zərfli kimi Cümlə zərfi, qeyd bəli. olunursa. Cümlə zərfi. Cümlə zərfi. Bunun adı cümlə zərfidir. Sentence adverb və yaxud da sentence connector. Yəni, bax, bu cümlə ilə bu cümlənin mənasını bir-biri ilə əlaqələndirir. Və onun əsas xüsusiyyəti, mən sizə dedim, ortada da nadir hallarda gələ bilir, sonda da ola bilər, amma əksər hallarda cümlənin əvvəlində gəlir, cümlədən ayrılır, heç bir cümlə üzvü olmur. Sadəcə olaraq ya hadisələrin hansı ardıcıllıqla baş verdiyini bildirir, ya da danışanın dediyi sözə münasibətini bildirir. Bax, bunun münasibəti də deyir xoşbəxtlikdən. Yəni, o dediyi bu hadisiyə münasibətini bildirdi. Dedi ki, bu yaxşı olubdur, xoşbəxtlikdən belə olub. Nə olub? Xoşbəxtlikdən nə olub? Oxuyaq. Her parents supported her passion and bought her a horse and a young age. Onun gənc yaşlarında ona fikrini dəstəklədilər, ona at aldılar. Ay, sağ ol. Bax, həmin bu cümləyə ki, onun valideynləri onun bu həvəsini dəstəklədilər, müdafiə elədilər və ona erkən yaşlarında bir at aldılar. Yox, at a young age, balaca at balası, yəni gənc bir at aldılar. At a young age, yəni bu at cavan idi də, cavan bir at aldılar. Və həmin bu dediyi sözə münasibətini bildirir, xoşbəxtlikdən. Buyurun, başa düşdünüz də yəqin ki, xahiş edirəm, unutmayın. Davam edin, qızım. Her first horse and years later she owned one more. Deməli, onun ilk atı idi və illər sonra o ona sahibləndi.
Artıq Yox, yox, özünü ona yox qızım. Years later, illər sonra, yəni bir İllər neçə keçir. ildən sonra o birinə də sahib Ah. oldu, birini də aldı. Onun bir dənə hə, də atı oldu. birinə də Burada sahibləndi. fikir verin. Own burada biz own'u necə tanıyırıq? Bax bu da çox Sahibləndi də şəxsi özünün şəxsi. tamamilə doğrudur. Mən bunu nə üçün soruşuram? Çünki biz own'u bilirik öz kimi, öz. My own horse məsələn, mənim öz atım. Burada isə own feildir. Həm cümlənin xəbəridir, həm də görürsünüz keçmiş zamanda verilib. Deməli, bax amonimlərə fikir verin. Burada own öz deyil, öz sözü deyil, bir feildir, sahibi olmaq, sahiblənmək deməkdir. Lamia xanım, xahiş edirəm, bu indi öyrəndiklərinizi unutmayın. Başa düşdünüzmü burada hər şeyi? Mənimə. Aha, bax Unutma. görürsünüz, məni eşidəndə, pasiv qulaq asanda bir fərqlidir. Amma özünüz oxuyanda nə dərəcədə başa düşdüyünüzü mən bilirəm. Baxım görüm hansı müəllim çıxış eləməyib. Xahiş edirəm siz özünüz təşəbbüs qaldırın, çünki mən hər kəsi görə bilmirəm. Məryəm xanım, zəhmət olmasa sizlə davam eləyək. Müəllimlər, siz özünüz qoşulun, çünki mən sizi görə bilmirəm. Sadəcə 4 müəllimi görürəm. Buyurun, Aha. Məryəm xanım. Digər After? abzası oxuyum da. Bəli, after. After she finished school, o məktəbi bitirəndən sonra, she worked as a vet before moving with her 2 horses to Wales to attend university. Məktəbi Aha. bitirəndən Üzr sonra o istəyirəm müəllimə, baytar üzr kimi. istəyirəm. Məryəm xanım, üzr istəyirəm. Kifayət qədər sizə mürəkkəb bir cümlə düşüb. Yenə deyirəm Məktəbi sizə bunu. bitirəndən sonra o Aha. baytar kimi, əvvəl baytar kimi işlədi. 2 at, her 2 horses, onun 2 atı universitetdə ona diqqət çəkdi. Nəsə belə bir şey. Ona görə də cümlənin mütləq şəkildə bilmək lazımdır ki, bu cümlə necə cümlədir. Cümlə quruluşunu bilmədən tərcüməmiz alınmayacaq. Gəlin baxaq. Bu cümlə necə cümlədir qızım? Sadə, mürəkkəb, Mürəkkəb cümlə, mürəkkəb. mürəkkəb. Əgər mürəkkəb cümlədirsə tabeli, tabesiz. Tabeli. Əlbəttə ki, tabeli. Tabeli mürəkkəb Bəli. cümlənin hansı növüdür? Tamam bu da. Deyin, Tamam. deyin bir də. Tamam bu da. Tamamlıq bu da. Tamamilə doğrudur. Gəlin bunu belə bir dəfəlik oxumayaq da. Və burada bizim vergülümüz var. Bu vergül bizim gözəl bir ipucumuzdur. İndi gəlin bir də təzədən oxuyaq Məryəm xanım, təlləsməyin. Biz bura After elə she- belə vaxt keçirmək üçün yox, öyrənmək üçün qoşuluruq. Buyurun. After she will finish school, o məktəbi bitirəndən sonra Dayanın indi, dayanın. Bu baş cümlədir yoxsa budaqdır? baş cümlə. Müəllimə, əvvəldən qoşulmamısınız. Ona görə də düzgün təyin eləmirsiniz. Kim əvvəldən qoşulubsa, xahiş edirəm Bağlayıcı. bunu izah eləsin. Bağlayıcı Müəllimə olan bağlayıcı olan tərəf budaq cümlədir. Məryəm xanım, başa düşdünüz? İstəyirsən əvvəldə gəlsin, istəyirsən sonda gəlsin. Bağlayıcıdan sonra gələn budaqdır. Budaq. Əgər bu budaq cümlədirsə, Bağlayıcı müəllimə budaq cümlə başqa gəlirsə, vergüllə vergül ayrılır. qoyulur. Bəli, 2 dənə burada ipucumuz var ki, deyək ki, bu budaq cümlədir. Birincisi bağlayıcıdan sonra gəlir, cümlənin əvvəldə gəlməsinə baxmayaq. İkincidə də burada bir vergül var. İndi biz bunun növünü təyin eləməkdən ötürü gərək baş cümləyə sual verək. İndi gəlin baş cümləni oxuyaq, tərcümə edək. Xahiş edirəm, bağlayın. Məryəm xanıma imkan yaradaq, həyəcanını boğub, öyrənsin. Məryəm xanım, buyurun. She worked at a vet As a vet. before. Dayanın. Artıq before'dan sonra başqa cümlədir. Bura qədər nə Aha. tərcümə edirik? O baytar işləmişdi. Gözəl. Deməli, burada, bax bu after'dan sonra gələn budaq cümlədir. Bu baş cümlədir. Ondan sonra Aha. bir bağlayıcı gəlir. Əgər bağlayıcıdan sonra gəlirsə, deməli o nədir? Nədir Məryəm xanım? Bilmədim. Başqa bir budaq cümlədir də. Başqa Bilmədiniz? digər. Aha. Bəli. Bəli, başqa bir budaq cümlədir. Deməli, burada bir dənə baş cümlə var. She worked as a vet. Və 2 dənə də budaq cümlə var. Dedik ki, birinci cümlə zaman budaqdır. Bəs ikinci cümləni oxuyaq. Before. Davam edin. Before moving with her 2 horses to Wales and attend university.
Aha, yox, burada düzdür, before var. Amma bu before burada yenə də söz önüdür. Bu Bəli. bağlayıcı deyil. Bağlayıcı deyil. Bəli, Bağlayıcı bəli. olsaydı özündən sonra mübtədə xəbər gələrdi. Amma burada mübtədə xəbər yoxdur. Yenə də bu söz önüdür. Və bunu izah eləyək, tərcümə eləyək. Before əvvəl Aha. deməkdir da. Nədən əvvəl Məryəm Bəli, xanım? bəli. Nədən əvvəl? Onun iki atı, o Dayan bir iki dəqiqə, atı onun durur, ilə onun durur, tələsməyin, onun qoyuruq qalır. Before, nədən əvvəl? Əsas hadisə budur. Wells, Westdə yox, tərcümə moving. eləməyəcəm. Buradan başlayın. Moving, before Aha. moving. Before moving, hara? Moving nədir? Before Move. moving, Move nədir, Aha. Məryəm xanım? hərəkət etmək. Köçmək. 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 Hara? Hə, Wales-ə. Wells, nə üçün? Oxumaq Universitetə oxumaq üçün. Universitetdə Universitet üçün. oxumaq üçün. Dayan bir dəqiqə. Burada üçün sözünü görürsünüz, Məryəm xanım. Üçün var Bəli. burada. Hanı? To, universitetə. Yox, to, istiqamət. Deyil. Kim izah eləyər To bunu? Nə attend. üçün buna deyirik? Bəli. To attend. Universitetə getmək üçün. Nə üçün deyirsiniz? Doğru deyirsiniz Kamilə xanım. Amma Bəli, bəli, əsaslandırın məqsəd- fikrinizi. Məstərdir də, maq üçün müəllim. To Ay attend. əla. Baxın, heç vaxt məstər söz önü ilə işlənməz. Amma məstərin elə birinci funksiyası üçün deməkdir. Çox sağ olun Kamilə xanım. Deməli Məryəm xanım, əgər görsəz ki, sizin cümlənizdə məstər var, məstərin əlbəttə ki, funksiyaları çoxdur. Mübtədə də ola bilər, nə bilim, hadisənin vaxtında bildirə bilir. İndi biz məstəri nə vaxtsa inşallah ayrıca bir mövzu kimi keçəcəyik. Amma burada birinci onun məqsədi elə ən birinci daha çox istifadə olunan onun funksiyası cümlədə üçün deməkdir. Forla, Evet. yəni söz önü ilə işlənmir, amma özü elə üçün deməkdir. Doğrudur. Nə vaxt o həkim işləmişdi? Wales-ə öz iki atı ilə birlikdə o Wales-ə universitetdə oxumaq üçün köçməmişdən əvvəl məktəbi qurtardıqdan sonra o veterinar işləmişdi, yəni baytar həkim işləmişdi. Cümləni təhlil eləməmiş, hər cümlə üzvünün hansı funksiyası olduğunu başa düşməmiş, doğru tərcümə etmək mümkün deyil, Məryəm xanım. Deməli, baxdınız, burada nə öyrəndik Məryəm xanım? Öyrəndiniz ki, bağlayıcıdırsa özündən sonra mübtədə xəbər gəlməlidir. Baxın, she mübtədəmizdir, finish də Bəli. xəbərimizdir. O bitirib. Cümləmizin mübtədəsi xəbəri var. Deməli, buradakı after bağlayıcıdır. Bağlayıcıdan sonra gələn cümlə və xüsusən də əgər cümlənin əvvəlində Budaq gəlirsə, bəli, vergüllə ayrılırsa buna deyirik budaq cümlə. Sonra gəldi baş cümlə və burada isə artıq bu cümlə əlavəsidir. Və bu cümlə əlavəsi də cümlə ola bilmir. Çünki bu cümlənin nə mübtədəsi var, nə xəbəri var. Sadəcə olaraq bağlayıcıdır. Söz önüdür burada before. Yenə də gəldik bu homonimlik məsələsinə ki, bir söz cümlədə həm bağlayıcı, həm də söz önü ola bilər. Bunun söz önü olduğunu nədən bilirik? Mübtədə xəbəri Mübtədə olanda bilirik ki, xəbər yox. bağlayıcıdır. Yox, mübtədə xəbər yoxdursa, cümlə əlavəsidirsə, onda buna deyirik və özündən sonra birləşmə. Baxmayaraq ki, çox uzundur. Əsas burada isim movingdir. Köçməzdən əvvəl moving. Yəni özündən sonra ismi birləşmə gəlib. Çox uzun olsa da. Elə bilirəm ki, başa düşdünüz. Gəlin davam eləyək. Müəllimlər kim eləmək istəyir? Buyurun. Kim iştirak eləməyibsə, o zəhmət olmasa. Buyurun. Buyurun. Xahiş edirəm müəllimlər, fəal olun. Öyrənirik. Bizi burada asan yox, kəsən yox. Buyurun. Ben okuyabilirim. Əlbəttə ki, In buyurun. 2016, 2016 yılda she got the amazing opportunity to take part in a documentary film called Sarılar A Journey to the Qarabağ Wars. 2016 ildə o deyir heyrətamiz bir imkan əldə etdi, qeyri-adi imkan əldə etdi və aldı, deməli film çəkildi Qarabağa səyahət. Düz deyirəm mən? Bəli. Johnny to the Qarabağ House. Deməli, burada house var. O Sarıyarda həmin o atın adıdır. Qarabağa Johnny. Qarabağ atına səyahət.
səyahəti, Qarabağ atının səyahəti. Bəli. İndi zəhmət olmasa bunu qoyaq qalsın, çünki bizim başqa görüləsi işlərimiz də var. Mən yenə də sizdən xahiş edirəm ki, ev tapşırığı kimi götürüb işləyəsiniz bu tapşırıqları. Bu Hansı neçənci tapşırıqları? sinifin, üzr istəyirəm, neçənci 10. sinifin kitabıdır ki bu? 10. Aha, 10-cu bəli. sinifdir. Biz- Səhifə 38-dir. Mütləq şəkildə bunu işləyin. Bax, bu ikinci tapşırığı. İndi biz baxaq görək, keçən dəfəki tapşırığı necə işləmisiniz? İşləmisiniz tapşırığı? Mən birinci dəfədir qoşuluram, həm də bizdə aşağı siniflər demir, heç ümumiyyətlə məlumatım yoxdur, indi əmələ qoşularam. Müəllimə, imtahanda soruşmurlar, hansı sinifə dərs keçirirsiniz. Bəli. Xahiş edirəm müəllimə, öyrənmək lazımdır. Burada yarımçıq qoymaya məcburuq, çünki bizim qrammatik hissəmiz də var. Ona görə də bax, yadınızda saxlayın, xahiş edirəm, mənə də xatırladarsınız növbəti dərsimizdə 38-ci cümlədir. Gəlin indi biz baxaq görək Kaspidən nə etməliydik. Yadınıza gəlirsə bizim Kaspidə bəli bir cümlənin üzərində dayandıq və mən sizə dedim ki, gələn dərs bunu izah edəcəm. 68-ci test idi, səhv eləmirəmsə. Mən keçən dəfə idiomları soruşa bilməmişəm. Xahiş edirəm, unutmayaq onu da. Vacibdir, hamısını öyrənməliyik. Mən demirəm hamısını bir dərsdə, amma arada qoymaq olmaz. Hamısını öyrənməliyik. 68. Baxın, müəllim yoldaşlar, mən keçən dəfə sizə dedim ki, bunu saxlayaq. Xəbər budaq cümləsi nədir? Mən bunu sizə izah eləməmiş, bunu yəni başa düşməyəcəksiniz. İndi bu xəbər budaq cümləsi ingilis dilində bütün digər mürəkkəb cümlələrdən daha çətindir bunu seçmək. Çünki bu cümlənin xəbəri, xəbər budaq cümləsi şəklində olur. Mübtədəsi də mübtədə budaq cümləsi şəklində olur. Ona görə də bu cümlədə cümlələri tapmaq çətin olur. Ona görə də yadımızda saxlayırıq ki, bu cür budaq cümlələr the problem is, this is, that is, bax belə başlayır və bundan sonra da ikinci isə əlavə olunur baş cümləyə. That is what always annoys me. Ola bilər. Çünki bu dediyimdə sizə baxın, əgər mən bunu gətirib bura qoymuş olsam, what bir bağlayıcıdır və whatdan əvvəl birləşdirici feil var. Əgər whatdan əvvəl, yəni bağlayıcıdan əvvəl birləşdirici feil varsa, ondan sonra gələn cümləyə biz deyirdik mübtəda budaq cümləsi. Və bu birinci hissədə that is what? Bu budur, nədir? Bax, bu xəbər cümləsi, xəbər budaq cümləsində birinci hissə xəbər olur, xəbər budaq cümləsi olur, that is. Digər hissə isə what always annoys me, bu da olur mübtədə budaq cümləsi. Bu nədir? Məni həmişə narahat eləyən bir şeydir. Odur ki, yəni məni həmişə narahat eləyir. Müəllim yoldaşlar, mən bilirəm ki, bu xəbər budaq cümləsini müəyyən eləmək Azərbaycan qrammatikası baxımından, nöqteyi nəzərindən bir qədər çətindir. Ona görə də nəyi nəzərdə saxlayın? Deməli, bu xəbər budaq cümləsi bu cür başlayır. That is, this is, the problem is, the matter is və bir də şərt budaq cümlələri elə özü də həm şərt budaq cümləsidir, həm də xəbər budaq cümləsidir. Hələlik bu mövzunu dəymirəm, toxunmuram. Çünki sırf adverbial clause of condition, yəni şərt budaq cümlələrində bu məsələnin üzərinə gələcəm. Hər şeyi qarışdırmamaqdan ötürü sadəcə deyirəm ki, bax bu belə başlayır, bu xəbər budaq cümləsidir və ondan sonra da mübtədə və xəbər olmalıdır və bu cümlənin xəbəri də adətən tək olur. Bax, annoys, sonunda s var, deməli xəbərimiz təkdir. Baxaq görək 2 ola bilərmi? What I am always annoyed by. Ola bilər, çünki burada da yenə də mübtədə xəbər var və by burada nəyi göstərir? Göstərir ki, bu cümlə bir məchul növdədir. Mən həmişə narahat edilirəm deməkdir. Yəni, Azərbaycan dilində bu cürdür, bunun sırf tələffüzü. Yəni, məni narahat edən, yenə də belə deyəcəyik. Baxmayaraq ki, ingilis dilində bu passivdir, amma Azərbaycan dilində belə deyəcəyik. Deməli, 2-ni də götürürük. That is the only thing
thing, baxın uşaqlar, yenə də thing. Thing nədir? Thing əşya, şey deməkdir. Və biz bu təyin budaq cümləsi olduğuna görə ondan sonra what bağlayıcısını işlədə bilmərik. Xahiş edirəm müəllim yoldaşlar, əgər bu cümlə, bu izah sizi qane edirmi, başa düşdünüzmü nə deyirəm? Çünki mən bu təyin budaq cümləsində bunu dəfələrlə demişəm, yenə də deyirəm, əgər bu bağlayıcının qarşısında bir əvəzlik və yaxud da bir isim varsa, deməli bu təyin olunan sözdür və ondan sonra gəlməlidir təyin budaq cümləsi. Təyin budaq cümləsində isə bağlayıcılar nisbə əvəzliklərdir. What isə nisbə əvəzlik deyil. Başa düşdünüz bunu üçü? Dərsdən sonra mənə yazırsınız. Ona görə dəfələrlə soruşuram ki, əgər başa düşmədinizsə soruşun. Təyin budaq cümləsidir bu. Bildiniz? Bəli, müəllim. Buyurun. Buyurun. What which bağlayıcı kimi də işlənir, amma burada bağlayıcı deyil dedinizsə. Yox, bağlayıcıdır, üzr istəyirəm müəllimə. Ortada gəlirsə, özündən sonra mübtədə xəbər gəlirsə və yaxud da what elə özü də budaq cümlənin mübtədəsi olar. Məsələ onda deyil. Məsələ ondadır ki, think-dən sonra, yəni əgər bir isim varsa, think nədir? Şey, əşya, isimdir də. İsimdən sonra what işlətmək olmaz. Burada cansız əşya, şey olduğuna görə ya biç olardı, ya zət olardı. Burada what olduğuna görə görünür ki, müəllimə, siz təyin budaq cümləsində iştirak eləməmisiniz. Mən bunu izah eləmişəm. Onda mən sizə atarım, dərsə qulaq asarsınız və yaxud da hər dəfə dərsdə imkan düşdükcə yenə izah eləyəcəm. What isimdən sonra gələ bilməz. What ancaq mübtədə budaq cümləsində ola bilər, xəbər budaq cümləsində ola bilər, tamamlıqda ola bilər, amma təyin budaq cümləsində what olmaz. Burada da bax 3-də də think var, 4-də də think var. Ona görə bunlar ikisi də yanlışdır. Yəni əgər bağlayıcının qabağında isim varsa, orada bağlayıcı kimi what ola bilməz. Keçdik 3-ə. Which always annoys me. Bu doğrudur. Çünki təyin budaq cümləsidir. Təyin budaq cümləsində təyin olunan söz cansız isimdirsə, zət və yaxud da which ilə təyin oluna bilər. Xahiş edirəm, qeyd eləyin. 6-da doğrudur. The only thing always annoys me. Baxın, the only thing. Bura qədər bu bir cümlədir də, baş cümlədir. Və budaq cümlənin xəbər, mübtədəsi yoxdur. Xəbəri var, always. Amma mübtədəsi yoxdur. Məsələn, deyə bilərsiniz ki, bu cümlənin, 7-nin, tutaq ki, birdən fərqi nədir? Fərq ondadır ki, burada what mübtədədir. Ona görə də what, annoys. What mübtədədir, annoys da xəbərdir. Amma 7-ci cümlədə, bax bu baş cümlənin mübtədəsi, budaq cümlənin mübtədəsi yoxdur. Think-ə qədər olan hissə baş cümlədir. Amma ondan sonra, bax bu baş cümlədən sonra gələn budaq cümlənin nə bağlayıcısı yoxdur, nə mübtədəsi yoxdur. Müəllimlər, başa düşürsünüz, bu biraz çətin məsələdir. Ona görə də dəfələrlə soruşuram, xahiş edirəm. Başa düşməsəz, çəkinməyin, soruşun. Niyə 7 yanlışdır bildiniz? Yəni bağlayıcıdan Baxın, mən bunu qoyuram bura. This is the only thing. Bax, bura qədər bir cümlə oldu da, bitdi. Baş cümlədir. Deyir ki, bu yeganə şeydir. İndi gəlibdir, bu ikinci cümlə gəlir də, budaq cümlə gəlir. Bu budaq cümlənin hanı mübtədəsi? Bildiniz nə deyirəm? mübtədəsi yoxdur. Mübtədə yoxdur. Ona görə də götürmürük. The only thing I am always annoyed by. Bu düzdür. Niyə? Çünki burada bağlayıcı olmasa da biz bilirik ki, bağlayıcı atıla bilir. Amma mübtədə də var, xəbər də var. Və bu xəbər də yenə də passivdir. Müəllim yoldaşlar, başa düşdünüz? Bəli, müəllimə. Aha. Bu təyinlərdən necə what işlənir? O ayrıdır, bu ayrı. Olmaz. Siz təyin budaq cümləsinin izahında dərsdə olmamısınız. Ona görə sizə çətin gəlir. Amma mən yenə də hər dəfə, bax belə bu cür cümlələr qarşıma çıxdıqca, hər fürsətdə bunu sizə izah edəcəm. Müəllim yoldaşlar, çox təəssüf edirəm. Mən indi başqa dərsə qoşulmalıyam. Çox xahiş edirəm, burada saxlayaq və bundan sonra yeni növbəti dərsimizdə izah edərəm. Çox təəssüf edirəm, dərsə bağlanmalıyam. Ona görə də sizdən ayrılmağa məcburam. Amma buyurun. Evə nə öyrənəcək? Aha, evə nə öyrənəsiz? Elə təyin budaq cümləsini. Həm sizə dərsin rekordunu atacağam, həm də deməli, təyin budaq cümləsini hansı qrammatika sizin üçün əl çatandırsa, ona müraciət eləyib öyrənin və dərsdə iştirak eləyin. Görürsünüz, bir dənə dərsdə iştirak eləməmək sizi nə qədər dala salır. Sağ olun, müəllimə.
Siz də Sağ sağ olun. olun. Sağ olun. Sağ olun müəllimə, gecəniz xeyrə qalsın. Sağ olun. Gecəniz xeyrə qalsın. Sağ olun. Gətir, gətir.